Hello əzizlərim, çay içəcək. Sizə bu yaxından nə eşitdim, dəhşətə gəldim. Adam taksi servislərindən də artıq taksi çağırmağa qorxur. Düzdür, mən 189-da elə bir hadisəyə rast gəlməmişim, şükürlər olsun, gəlmərəm də. Valla bir tanışın, Sicma Ayvadan ikisili bu yaxında olub. Gəlin gedirmiş toya, taksi çağırıb əri. Da bilmirəm hansı servisdən çağırıb, yalan deyərəm. Qızın da üzərində qızıl da bənzər bijuteri olub. Qız görüb ki, bunu toy olan yerə aparmır da, başqa yerə olan yerə aparır. Deyib ki, üstündəki qırqızılı qız deyib, ala verirəm, amma bu üstündəki qırqızıl deyil də, bijuteriyadır. Kimsə naşı adam olub, ya ailədəki olub, pul lazım olubmuş, ya nəsə. Çünki profesional oğrular bilir qızıldır, qızıl olmayanda qızıl deyil. Telefonu deyib ki, o telefonu da verib, üstündəki toya nə pul alacaqsa, nəysə düşürdüb bunu hardasa. Qız yazıq elə qorxub gəlində. Elə olub ki, yoldan keçənlər ya nəsə kömək eləyib onu aparıb evə yola salıblar da. Qız deyib ki, biz telefon falan almadı. Düzdür, sonra taksi şoferini tutublar. Kül təpəv olsun sən, zakazla çağırılan da, sifarişlə. Onsuz da tutacaqdılar da səni. O sifariş gələndə gəlir axı maşının nömrəsi, nömrə, saatı, pulu və siz taksi servisləri götürəndə adamları görün də nə qədər. İndi yazıq qız, indi cəzasını verəcəklər o taksi şoferinin. Taksi xidmətində o taksi xidmətinə hətta başı batsın. Hələ necə gəldi adamlar götürəndə, müqavilə bağlayanda ya müqaviləsiz bağlayanda bilmirəm nə formada işləyirlər, elə olar. İndi yazıq qız psixoloqlardan. Psixoloq da bilirsiniz də nə boyda puldur. Düzdür, dövlətində psixoloqu var, amma taksi xidmətləri maşın götürəndə əməkdaşlara diqqətlə baxın, ailədəkidir, yaşdır, oğrudur, doğrudur. Kartoşka aparmır, sizin müştəri ilə işləyirsiniz. Mənə sifarişli taksi olub, ərində olub bu. Amma yazıq qız hələ də deyir ki, canında qorxu var. Ona görə müğayət olun.